Bəli, buradayam. Mənə deyin, sizə necə kömək edə bilərəm? Sənin barəndə danışmaq istəyirik. Zəhmət olmasa ChatGPT haqqında bizə məlumat ver. Əlbəttə, ChatGPT OpenAI tərəfindən inkişaf etdirilmiş bir süni intellekt modelidir. Mən təbii dil işləmə texnologiyası ilə işləyirəm və sizə müxtəlif mövzularda kömək etməyə hazıram. Mən suallara cavab verə bilərəm, məlumat verə bilərəm, yazılı işlərdə kömək edə bilərəm və ya sadəcə söhbət edə bilərik. Mənimlə istədiyiniz mövzuda danışa bilərsiniz. Təşəkkür edirik. ChatGPT məhz gördüyünüz bu funksiyaları yerinə yetirir. Hazırda günümüzdə insanların əksəriyyəti məhz bu mobil tətbiqdən istifadə edirlər. Elə bizə də maraqlıdır ki, ChatGPT insanların həyatına, sosial həyata necə təsir göstərir? Gəlin soruşaq. Arada psixoloji, mən bədən dilini oxuyuram psixologiyanı. Arada elə köməyimə dəyir. Sizcə onun necədir təsirləri? O çox təsir elədi. İnsanları sosiallaşdan uzaqlaşdırdı artıq. İnsanların bəzi sekretlərini orada artıq soruşurlar. Yaxşıdır, pis deyil. Tələbə olduğum üçün daha çox istifadə edirəm. Çox yaxşı da kömək göstərir. Yəni davamlı olsun istəyirik. Bəzən konfidensiallıq baxımından düşünmək mümkündür. Yəni biz öz məlumatlarımızın hamısını onlara veririk. Da vaxt istifadə edə bilərlər, amma yəni önəmli dövlət səviyyəsində bir məlumatlarımız olmadığı üçün, tələbə olduğumuz üçün, məlumat əldə etdiyimiz, istədiyimiz üçün yox, mənfisini düşünmürəm. Təsiri əslində yaxşıdır, yəni dərsdə kömək olur. Sadəcə olaraq bəzən yanlış məlumatlar da verir. Ona görə yəni amma çox istifadə edir dərslə bağlı olaraq. Yaxşıdır, çox məmnunam. Hər şeydə kömək eləyir, dərslərimdə olsun. Yəni bir çox şeylərdə yardımcı olur. Dərsə çox istifadəçisi deyil, müəyyən şeylərdə köməklik eləyir. Yəni işlərimi daha asanlaşdırır. O sadəcə cavab vermir, o düşünür, məntiq qurur, yazır və hətta yaradır. Təhsildən biznesə, elmdən incəsənətə qədər müxtəlif sahələrdə istifadə olunur. Təbii ki, ChatGPT-nin də müsbət və mənfi tərəfləri mövcuddur. Bildirmək istəyirəm ki, nə qədər süni intellekt bu gün insanların köməyinə gəlsə də, elmin müxtəlif sahələrində, texnologiyanın müxtəlif sahələrində onlara dəqiq məlumat ötürməyə çalışsa da, lakin o insan zehni, insan biliyi qarşısında, insan təfəkkürü qarşısında yenə də kiçik qalır. Çünki insan yaranmışların ən alisidir. İnsan təfəkkürü bütün təfəkkürlərdən irəlidir. Süni intellektin digər bir tərəfində mən demək istəyirəm ki, bu gün bizim yeniyetmə və gənclərimiz süni intellektdən daha çox asılı vəziyyətdə düşüblər. Məsəl üçün dostluqlar yaradırlar süni intellektlə. Artıq gənclərimizin, yeniyetmələrimizin sosiallaşmasını süni intellekt onların əlindən alıbdır. İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov da bildirir ki, ChatGPT kimi süni intellekt alətlərinə olan maraq ölkəmizdə son dövrlər nəzərə çarpacaq dərəcədə artıb. Bu tələbatın formalaşmasında əlbəttə ki, texnoloji savadlılığın maariflənməsi də güclü rol oynamalıdır. Çünki istər ChatGPT, istərsə digər süni alətlərin həm mənfi, həm də müsbət tərəfləri mövcuddur. Müsbət tərəflərdən baxsaq, müsbət tərəflərdən biri ondan ibarətdir ki, istifadəçiyə istər texniki mövzularda, istərsə də yaradıcı yazılan hazırlanması baxımından dəstək göstərə bilir. Bununla yanaşı zaman resurs baxımından da olduqca funksionallıq təmin edə bilir bizə. Lakin mənfi tərəflərinə baxsaq isə burada bəzi risklər əlbəttə ki mövcuddur. Çünki burada ChatGPT istər-istəməz burada qeyri-dəqiq və ya köhnəlmiş məlumatların olması. Çünki ChatGPT ümumiyyətlə baxsaq mövcud məlumat bazasına əsaslanır və hər zaman ən son məlumatı əks etdirməyə bilir. Elvin Həsənovun sözlərinə görə istifadəçilər bu tipli platformaya şəxsi və məxfi məlumatlar ötürərkən ehtiyatlı olmalıdır. Çünki bu məlumatların necə saxlanıldığı da məlum deyil. Leyla Səməndər, Cuma Kazımov, Yeni Azərbaycan TV.